Salam aleykum, hər vaxtınız xeyir olsun. Çangan Yuan A07 1.5 hibrid mühərrikdən bu günlərim sizlər üçün danışacağım. Nə edəcək? Yağ dəyişməyə yaxınlaşıb. Bu modellər 2025-də 1.5 mühərriklə təchiz olunub istehsalçı tərəfindən. At gücü 230-270 at gücünə malikdir. Çox maraqlı və çox səliqəlidir. Biz bu günlərim sizlər üçün bunun yağ dəyişməsini həyata keçirdirik. Bunlar 0.16-0.20 yağ tələbinə uyğundurlar. 0.16-dan da istifadə edə bilərik, 0.20-dən də ilk yağ dəyişmədə avtoservisimizə yaxınlaşıblar. Və mən onu sizə hansı yağdan və endirimli bizdə yağ dəyişmə kampaniyaları var. Çangan A05-lərdir, Çangan Bıydılardır və qardaşların içində endirim var. Yaxınlaşıb yanımıza gedəcək yağı 4 litr, yağ filtri ilə bir yerdə 4 litr 4 yarıma qədər maksimum yağdan istifadə edə bilərsiniz. Bu da orijinal onun yağ filtridir. Birbaşa özünün orijinal yağ filtri iləndir. Bir sansı bunun arxasında Q07 yazılır. Niyə görə çox adam buna Q07 deyir, amma niyə görə A07 deyə müraciət edirsiniz? O Q hərfi Çangan avtomobillərinin demək olar ki, əksəriyyətinin üstündə var. O marketinq adıdır onun. İstehsalçı tərəfindən, yəni marketinqin adı budur. Amma əslində Texpasportdan və bu maşın istehsalçı tərəfindən araşdırılsa, araşdırma gedərsə, Çangan Yuan A07-dir. 1.5 mühərrik. Yağ dəyişməsinə yaxınlaşıb, inşallah yağını dəyişib və yağın necə çıxacağını da sizə göstərərəm. Yağ dəyişməni həyata keçirdəcəyik. Başlayaq yağ dəyişməyə. Q07 marketinq adı. Bu cürə gözəl, komfortlu maşın istehsal eləyəsən, bir dənə yağ filtrini açmaq üçün buradan bir dənə yer qoymayasan. İndi mən bütün zaşitini açmalıyam. Nala, bunu da fikirləşin də qardaşım, sizə əziyyət çəkirik vallah. Çox uzun olmasın deyənə çəkilişimiz zaşitlik falan açılmalıdır. Yəni ilk yağ dəyişməsidir. Sizə tanış elədim. Hansı yağdan, maşın haqqında az da olsa sizə məlumat vermiş oldum. Yağ filtri bizim yağ filtrindəndir. Zavod gələn. Əsl vaxtıdır. Bu yağ filtrimiz. Yəni zavod nədirsə bizdəki də ondandır. Fərqi yoxdur, Çangan avtomobillərin hansı modelləri olsun, bizim üçün heç bir fərq kəsb etmir, əhəmiyyət daşımır. Biz bütün Çangan avtomobillərə elektron və mexaniki şəklində xidmət göstəririk. Videolarımıza görüşənə qədər.